Melek mövzumuz metallar olaraq xassələridir. Metallar, ümumiyyətlə metallar istilik elektrik necə keçirir? Yaxşı keçirirlər. Hansı metallardan qazanlar hazırlanır? Biz evdə də istifadə edirik də alüminium qazanlar. Ay, sağ ol. Metallarda plastiklik xassəsi var. Plastiklik nədir? Əyilmək, yastıqlar. Döyüb əymək olur da. İstədim şəkil gətirir. Ay, sağ ol, şəkil gətirə bilərik. Amma bu metallarda olur. Qeyri-metallarda mı? Çövrülürlər, qırılırlar elə. Bir də var rezin kimi elastik materiallar. Onlar uzanırlar. Yox, elastik isə onu məsələn əyəndə o əvvəlki vəziyyətlə geri qayıdır. Amma dəmir qırılır. Dəmir qırılır, qırılmır, əyilir və olduğu formada qalır. Aydındır? Bu plastiklikdir. Yaxşı, ən çox plastikliyi olan metal hansı idi? Civə. Civə yox. 1 qramın 3 kilometr uzunluqda sap seçmək olurdu. Ayşə bilirsən? Hə. O qızıldıydı. Qızıldan deyirdik ki, məsələn, qarnımıza düşük gəlmir, qızıl üstü. Qarnların ölçüsünü dəyişilir. Daha ora qram əlavə edə bilər, sadəcə belə enləndirirlər. İstədim şey. Çünki uzatmaq olur. Bax, deyir ki, 1 qramdan 3 kilometrə qədər uzunluqda sap çəkmək olar. Bəs yaxşı metalların sıxılığı bərkləyər nə edə bilərsən? Metallar nədir? Bərkdir. Bərkdir. Hansı metal maye haldaydı? Civə. Civə maye haldaydı otaq temperaturunda. Wolfram metalı səncə asan ərilir, yoxsa çətin ərilir? Asan. Asan ərirsə, onda niyə lampalarından qoyulur lampalara? Çətin ərilir. 3000 dərəcədən çox böyük bir temperaturda ərilir. Yaxşı. Ən asan əriyən metal civədir, çünki otaq temperaturunda ərilir. Yaxşı. Nəyə görə termometrlərdə civədən istifadə olunur? Mən civəyə nədir? Bədənin istiliyi artdıqca civə də genişlənir. Bəli, metal olduğuna görə genişlənir. Məsələn, bankaların qapaqları necə olur? Həmən istidə yaxşı atılır, sonra qoyun geri atılır, yəni çətin atılır. Bəli, istidə bağlayırlar, sonra metal geniş formada olur. Ağzı nəsə yox, genişlənir. Ay, sağ ol, yaxşı. Cansız təbiətdə olan mühüm elementlər. Litosferdə hansı maddələr var? Litosferdə nədir? Qum və gil. Qumda hansı elementlər var? Silisium və oksigen. Bəs gildə? Gildə də nədir? Alüminium, bir də mis. Sil, oksigen. Sil, oksigen, yaxşı. Bəs atmosferin əsas hissəsi hansı maddələr təşkil edir? Hava. Havada hansı maddələr olur? Oksigen. Oksigen qazı neçə faiz olur? Oksigen 20 faiz. Azot qazı 78 Ay, 78 faiz olur. Yaxşı, Mələkə də görün mənə kalsium və fosfor çatışmazlığı nəyə təsir edir? Sümüklərin və dişlərin zəifləməsinə. Bəs maqnezium çatışmazlığı? O da nəfənin zehninin zehni fəaliyyətinə. Sink çatışmazlığı? Boyun. İnsan böyüməsini ləngiyir və sinir sistemi şərcirləşir. Dəmir çatışmazlığı? Dəmir çatışmazlığı diş qanımıza. Qanımızın tərkibində. Bax, qanın tərkibi hemoqlobin olur. Dəmir çatışmayanda da yeni qan azlığı, anemiya kimi xəstəliklər yaranır. Kükürt çatışmazlığı? Kükürt çatışmaz saçımızın nədir? Saçımızın və dərimizin sağlamlığına təsir edir. Bioelementlərin sayı nə qədərdir? Bioelementlərin sayı 70-dən çoxdur. Jilonların tərkibində hansı elementlər olur? Oksigen, karbon, bir də hidrogen, azot olur. Azot. Amma digər o yağlarla karbon. Oksigen, karbon, bir də nədir? Hidrogen. Suyun tərkibində hansı elementlər olur? Hidrogen, bir də oksigen. İnsan gün ərzində neçə litr su içməlidir? 2 litr. 2 litr. Hansı element planet adını daşıyırdı? Hansı element? Bir də bilirsən? Bilirsən Ayşə? Amma bilirsən? Ayşə bilirsən? Hansı elementdir? Uran. Uran. Demişdim elə, dərsdə bilirsiniz var idi. Səhifə 16-da var, baxarsın. Hansı laboratoriya cihazların adlarını tanıyırsan? Hansı tür kolbalar var? Hansı tür kolbalar? Yastı deyib, yumru deyib. Bir də? Bir də nə? Ergonomi kolbası var. Hansı təhlükəsizlik qaydaları tanıyırsan? Həmən laboratoriyada nədir? Yemək içmək, su içmək olmaz. Bir də alovlardan nədir? Uzaq olmalıyıq. Bir də nədir? Nəyisə eləyəndə onu uzaqdan əlimizlə eləməliyik ki, bizim qızarmır.
Qabı o dünya. Aha, etiketsiz qablardan Hə, etiket qablardan nədir? istifadə eləmək olmaz. Bir də qabların nədir? Etiketinə baxmalıyım, elə şey. Aha, artıq qalan maddələri kanalizasiyaya boşaltmaq olmaz və s. Yaxşı, deyə bilərsən, hansı alim atomlu bölünməz zərərli? Demokrit. Hansı alim ilk dəfə distil və kristallaşdırma üsullarını istifadə eləmişdir? Qəmbər İbn Həyyat. Digər adı nə idi? Geber idi. Hansı alim atomun maddə kütləsini saxlama qanunu irəli sürmüşdür? Lomonosov və Lavoisier. Hansı alim mol anlayışı təməli qoymuşdur? Yox. Hansı Ayşən? Avogadro. Yaxşı. Belə. Bir də John Dalton neydi? Yaxşı, bayaqdan John Dalton deyəcək. John Dalton müxtəlif toxumları tapıbdır. Yox, o John Dalton deyir. O deyir ki, təxminən 2000 neçə il əvvəl elə bilirlər ki, yer 4 dənə elementdən təşkil olunub. Hava, od, su, Ondan sonra müdafə. bir də John Dalton bizə nə eləmişdir? O atom element kimi anlayışları elmə gətirib atom molekül təhlilinin əsasını qoymuşdur. Yaxşı, Alibəli hər dəfə sual verəcəm. Yaxşı? Aha. Bu var. Sağ ol Ayşə. Dayandırın. Kəsək.